Azərbaycan teatr məkanında Natiq Fərzəliyev aktyor olaraq özünə məxsus yer tutur. Bir-birindən maraqlı obrazları ilə Gənc Tamaşaçılar Teatrında səhnə alan aktyor bu dəfə özünü başqa bir ampulada sınamaq istədi və o özünün Balacalar Teatrını yaratmağa qərar Siz heç məni də tanımırsınız. Sən heç olmasa görmüşəm, onun üçün şəklini görmüşəm. Yaraşıqlıydı. Hər halda sənin kimi memnuna oxşamırdı. Teatr balacalardan ibarət bir neçə aktyoru özündə birləşdirərək yeni bir tamaşa təqdim etməyi bacardı. Adı çəkilən tamaşada teatrallarla bərabər dövlət xadimi Anar Ələkbərovun da iştirakı yadda qalan oldu və əlbəttə ki, gənc teatr kollektivinə böyük stimul verdi. Mən bir jurnalist olaraq öz növbəmdə teatr kollektivinə uğurlar arzu edirəm. Arzu edirəm ki, teatrın səsi, sədası incəsənətin ən yüksək zirvələrindən gəlsin. Gözünə eynək taxsalar, olar ki sayın. Elə oldu.